İşçi məzuniyyətdə olduğu halda müdür işə çağıra bilər. Məzuniyyətə göndərilən işçini işə götürən xüsusi hallar olmazsa məzuniyyətdən geri çağıra bilməz. Xüsusi hal kimi istehsalat qəzaları və təxirəsalınmaz işlər olmalıdır. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətdə olan işçi xüsusi hallarda, yəni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geri çağırma əmrlə rəsmiləşdirilməlidir. Bütün şəraitlərdə geri çağırma tələbi olduğu halda işçinin razılığı tələb olunduğundan işçi qayıtmaqdan imtina edə bilər. İşçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər. Lakin bu halda da işə götürənin razılığı lazımdır.